Əgər ailədə hər hansı bir genetik xəstəlik varsa, genetik xəstəliklərdə belə bir şeydir. Məsələn, kliniki xəstəliklərdən bizdə bir ürək, bir böyrək problemi olur. Biz gedirik hər hansı bir branş üzrə həkimin yanına 1 aylıq, 3 aylıq bir müalicə alıb bu xəstəlikdən tamamilə qurtula bilirik. Genetik xəstəliklərdən bu haldan tamamilə, yəni %100 müalicə olunduğu söhbəti getmir təəssüf ki. Necə? Yəni bir uşaq doğulanda, 1 ayında, doğulduğu gündən, hətta mayalandığı gündən onun genində problem varsa, həmin problem ömrünün sonuna qədər onun genində olacaq. Sadəcə biz hansı genetik xəstəlik olduğunu bilərək onun verəcəyi fəsadların qarşısını ala bilirik. Genetik xəstəliklərdən çox yayılmışları var ki, hansı ki müalicə ilə həyat keyfiyyətlərini tam yaxşılaşdıra bilirik. Bunlardan fenilketonuriyadır, FMF kimi xəstəliklərdir ki, genetik xəstəlik kimi bəli, müalicə edəndən sonra genini yoxlasaq, yenə problem çıxırmı? Bəli, mutasiyası var. Amma klinik əhəmiyyətlərini ortadan götürə bilirikmi? Bəli, götürə bilirik.